Herkese salam. Bu gün sizlərə söz verdiyim kimi kebabın sirləri haqqında video çəkirəm. Biz lülə üçün hinduşka filesindən istifadə etdik. Çünki hinduşka filesi həm toyuq filesindən daha dadlıdır, həm də ətdən daha yüngül olur. İndi isə keçək lülənin hazırlanmasına. İlk öncə soğanı ət çəkən maşından çəkirik və ardından kənarda suyunun süzülməsi üçün gözlədirik. Bu sırada fileni və quyruğu da çəkib hazır edirik. Ardından böyük bir qabda ilk öncə file və quyruğu yaxşıca qarışdırırıq. Daha sonra isə üzərinə suyunu yaxşıca süzdüyümüz soğanları yavaş-yavaş əlavə edərək qarışdırmağa davam edirik. Lülənin dağılmaması üçün ərzaqların ölçüsü çox vacibdir. Biz 1 kilo fileyə 500 qram quyruq və 300 qram soğan əlavə etdik. Və burada əsas nüanslardan birisi də odur ki, əti təxminən 15-20 dəqiqə boyunca yoğurmaq lazımdır. Çünki bu zaman əlinizin istisi ilə quyruq yumşalacaq və ətlə birlikdə daha yaxşı qarışacaq. Soğanı ətə əlavə edib yaxşıca qarışdırdıqdan sonra üzərinə duz və istiot da əlavə edib qarışdırmağa davam edirik və beləliklə ətimiz hazır olur. Daha sonra əlimizi su ilə isladaraq əti yumrulayıb hazırlayırıq. Çox oluyor o. Benim tam girmir. Siz mənim kimi suyu az eləməyin, çox doldurun. Nəysə, əlimizi islatdıqdan sonra ətləri yumrulayırıq və tərəzi vasitəsilə ölçərək təqribən 350-360 qram arasında küftələr hazırlayırıq. 350 qram olduqda lülə biraz qalın olur. Əgər qalın istəmirsizsə 300 qramla da edə bilərsiniz. Ətləri yumruladıqdan sonra dincəlməsi üçün 1-2 saatlığına soyuducuya göndəririk. Bu sırada keçirik tərəvəzləri hazırlamağa. Kartofları tərtəmiz yuduqdan sonra hər iki tərəfdən baş hissəsini kəsirik. Ardından quyruğu da doğrayırıq. Daha sonra keçirik şişə taxmağa. İşə ilk öncə quyruğu taxırıq, daha sonra kartof, quyruq və bu sıra ilə davam edirik. Quyruq əriyərək hər iki tərəfdən kartofla birləşir və nəticədə həm pambıq kimi yumşaq, həm də çox ləzzətli kartof alınır. Sonra keçirik badımcana. Atam badımcanda quyruq istifadə etmir. Sadəcə olaraq yuyub başını kəsdiyi badımcanları işə çəkir və ətə keçməmişdən əvvəl kartofları duzluyur. Kartofları duzlamamışdan əvvəl onlar biraz isladır, daha sonra isə duzu tökür. Beləliklə duz kartofa yapışır və daha sonra dincələn əti soyuducudan çıxardır və onları da şişə çəkir. Və gördüyünüz kimi hər şey hazırdır. Keçirik bişirməyə. Lülənin hər bir tərəfini yaxşıca qızardaraq bişirir və gördüyünüz kimi artıq hazırdır. Belə videoların davamını istəyirsinizsə bəyənməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.